Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə Rasulina Muhammed və alə alihi və sahbihi ecma'in. Demək, qardaşlar, Riyazu Salihindən qaldığımız yerdən oxumağa davam edirik. 5-ci fəsil nəzarət etmə. Nəzarət etmə deyildikdə, yəni Allah Subhanahu və Taalanın hər an nəzarət etməsi, hər an görməsi nəzərdə tutulur. İmam Nəvəvi rahimehullah öncəliklə mövzu ilə bağlı ayələri toparlayıbdır. Öncə onları oxuyaq. Euzubillahimineşşeytanirracim. Allah Subhanahu taala buyurur: "Ellezî yerâke hîne teqûm və teqallubeke fis-sâcidîn." O səni namaza duranda da görür, səcdə edənlər içində, hərəkət edəndə də görür. "Və huve ma'akum eynəmâ kuntum." Siz harda olursunuzsa olun, o sizinlədir. İnnallaha la yaxfa aleyhi şey'un fil ardı və la fis-səma. Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. İnna rabbaka labil mirsad. Həqiqətən sənin Rəbbin nəzarət edir, nəzarət edəndir. Ya'lamu xainətal a'yuni və ma tuxfis sudur. Allah gözlərin xain baxışlarını və kökslərin nələr gizlətdiyini bilir. Və möminlər üçün Allah Subhanahu və Taalanın görməsini daim ağıllarında tutmaq, dərrakələrində saxlamaq çox önəmlidir. Ona görə də Quran-ı Kərimi bir mömin çox oxumalıdır və nə qədər çox oxusa, bu oxuduğumuz ayələr onun daha çox qarşısına çıxacaq. Bu da onun daha çox qəlbinin Allah Subhanahu və Taalanın ona nəzarət etməsi ilə bilgilənməsinə gətirib çıxardacaq. Və əslində insanın qurtuluşu buradan da görsənir ki, birbaşa bilgiyə bağlıdır, birbaşa elmə bağlıdır. İnsan nə qədər xəbərdar olur, insan nə qədər fərqində olur ki, Allah Subhanahu taala onu görür, Allah Subhanahu taala ona nəzarət edir, insan da o qədər əməllərinə nəzarət edir. İnsan da o qədər əməllərinə, niyyətlərinə nəzarət edir. Çünki onu görən Allah Subhanahu taala hər şeydən xəbərdardır, onun niyyətindən də xəbərdardır, onun zahirən etdiyi əməllərdən də, ibadətlərindən də xəbərdardır. Hər bir halda Allah taala ona nə edir? Nəzarət edir. Hədisləri İmam Nəvəvi rəvayət edir və 60-cı hədis deyir ki, rəvayət edilir ki, Ömər ibn Əl-Xattab radiyallahu anhu demişdir. Bir dəfə biz Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst başında da səfərdən bir əsər əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət o yaxınlaşıb Peyğəmbərlə sallallahu aleyhi və səlləmlə üzbəüz oturdu. Dizlərini onun dizlərinə dayadı. Əllərini də budlarının üstünə qoyub dedi: "Ey Muhammed, mənə İslam haqqında xəbər ver." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "İslam odur ki, Allahdan başqa haqq məbud olmadığına və Muhammedin Allahın rəsulu olduğuna şəhadət gətirəsən. Namazı doğru düzgün qılasan, zəkat verəsən, Ramazan ayını oruç tutasan və imkanın olduğu təqdirdə Kəbə evini ziyarət edəsən." O, "Doğru söylədin," dedi. Ömər ibn Əl-Xattab radiyallahu anh dedi: "Biz ona təəccüb etdik. O həm sual verdi, həm də cavabın doğru olduğunu özü təsdiqlədi. Sonra o dedi: "Mənə iman haqqında xəbər ver." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "İman odur ki, Allaha, onun mələklərinə, kitablarına, elçilərinə və axirət gününə iman gətirəsən. Ha belə qədərə, onun xeyrinə və şərinə iman gətirəsən." O, "Doğru söylədin," dedi. Sonra o dedi: "Mənə ehsan haqqında xəbər ver." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Ehsan odur ki, Allaha sanki onu görürmüşsən kimi ibadət edəsən. Sən onu görməsən də bil ki, o səni görür." Sonra o dedi: "Mənə qiyamət saat haqqında xəbər ver." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Bu haqda soruşulan, soruşandan çox bilmir." Sonra o dedi: "Mənə onun əlamətləri haqqında xəbər ver." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "O vaxt ki, cariyə öz sahibini dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən." Ömər radiyallahu anh dedi: "Sonra o çıxıb getdi. Mən bir qədər gözlədim. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm məndən soruşdu: Ey Ömər, bilirsən sual verən kim idi? Mən Allah və onun rəsulu daha yaxşı bilir, dedim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: O, Cəbrail idi, sizə dininizi öyrətməyə gəlmişdir. Bu hədis Müslimdə, Müslimin Səhih kitabında rəvayət
edilmişdir. Və İmam Nəvəvi burada açıqlama olaraq bildirir ki, cariyə öz Rəbbini dünyaya gətirəcək, yəni öz ağasını. Bu o deməkdir ki, vaxt gələcək, əsir götürüləcək kənizlər çoxalacaq və iş o yerə gəlib çatacaq ki, əsir götürülmüş cariyə ağasından bir qız uşağı dünyaya gətirəcək və ağasından olan bu qız onun ağası sayılacaq. Bu cümləyə başqa izahlar da verilmişdir. Hədisdə bir qədər gözlədim deyildikdə uzun müddət nəzərdə tutulur. Digər bir hədisdə bunun 3 gün olduğu xəbər verilmişdir. Bilirsiniz, bu hədis fərqli sahabələrdən, fərqli kanallarla rəvayət olunmuş bir hədisdir. Bu hədisdən bizim mövzumuza uyğun, önəmli olan xüsusi, yəni bizim tədəbbür eləməli olduğumuz, düşünməli olduğumuz isə Allah Rəsulü s.ə.v-in o son qismdə dediyi Allah Taalanı görürmüş kimi Allah Taala ibadət etməkdir. Və yaxud da Allah Taalanın səni gördüyünü hər an ağlında tutaraq Allah Taalaya ibadət etməkdir ki, və bu da Allah Taalanın yardım etdiyi qullarından başqalarına təəssüf ki, çox ağır gəlir. Bunun üçün uzun müddət çalışmaq, uzun müddət bunu insan fikrində tutmalıdır. Allah Subhanahu Taalanı daim zikr etməlidir. Nə qədər insan bunun fərqində olarsa, Allah Subhanahu Taalanın daim dilində zikr edərsə, Allah Taala artıq get-gedə nə olar? Onun üçün Allah Subhanahu Taala hər zaman qəlbinə hopmuş olar. Yəni onun üçün artıq Allah Subhanahu Taala'nın onu görməsi adi bir hal alar. Yəni o insan heç bir çətinlik yaşamadan Allah Taala'nın onu gördüyünün fərqində olar. Və şübhəsiz ki, insanın qəlbi bu məsələdə xüsusi rol oynayır. Ona görə bir müsəlman, bir mömin qəlbinə xüsusi diqqət göstərməlidir və mömin bilməlidir ki, əgər bu gün qəlbimi mən məcbur etmirəmsə, sabahları qəlbim məni xeyir əməllərə aparmayacaq. Ona görə də insan başlamalıdır qəlbini islah etməkdən. Əməllərini artıraraq, zikirlərini artıraraq, gizli ibadətlərini, gizli zikirlərini artıraraq, Allah Subhanahu Taala'ya ibadət edərək, bu gizliliyi ilə qəlbini möhkəmləndirməlidir. Və gizli ibadətlərin digər bir faydası da nədir, qardaşlar? Deməli, insan nə qədər gizli ibadət edərsə, bir o qədər Allah Subhanahu Taala'nın onu görməsi, şuuru onda möhkəmlənir. Niyə görə bu belədir? Çünki insanların içərisində ibadət etmək rahatdır. Düzdür, insanı görən, insana nəzarət edən insanlar var. Düzdür, onların rızası üçün etməsən belə, istər-istəməz bir ortada qınaq var və s. Düzdür. Amma insan təklikdə olduğu zaman istər ibadətinin içindəki xuşu, istər etdiyi əlavə ibadətlər, hamısının arxasında dayanan tək səbəb nədir? Allah Subhanahu Taala'nın onu görməsi. Düzdür? Və insan bu səbəbin üzərində işləyərsə, Allah Taala onu müvəffəq eləyər ki, o insan daim Allah Subhanahu Taala'nın onu nəzarət etdiyini hiss edər və bu şuurda olar. Yəni daim bu şuurda olar ki, Subhanallah, Rəbbim məni görür. Rəbbim məni görür, Rəbbim mənə nəzarət edir. Ona görə Yusif əleyhissalamın qissəsinə diqqət eləsəz, orada Allah Subhanahu taala deyir ki: "Və laqad hammat bihi və hamma biha laula ar-ra'a burhana rabbih." Deyir, o qadın ona meyl etmişdi, Yusif də ona meyl edərdi. Nə üçün etmədi? Çünki o Rəbbindən olan bürhanı gördü, Rəbbindən olan dəlilləri gördü. Bəzi müfəssirlər deyirlər ki, bu Yusif əleyhissalamın daha öncələr Allah Subhanahu Taala'ya olan bağlılığı, ibadətləri, ixlası, gizli əməlləridir ki, Allah Subhanahu Taala bu burhan vasitəsilə onu bu fitnədən uzaqlaşdırdı, bu fitnədən qorudu. Yəni gizli ibadətlər bizim Allah Subhanahu Taala'nı görürmüş kimi ibadət etməyimizə və yaxud da Allah Subhanahu Taala'nın daim bizə nəzarətdə olduğuna yardım edir. Çünki insan bəzən bir fitnə ilə, bir günahla imtahan oluna bilər. Həmin o fitnə zamanı, o günah zamanı insan baxar ki, onu Allah Subhanahu Taala'dan başqa heç kəs görmür. Həmin vaxtda Allah Subhanahu Taala'nın onun üzərində təsirinin güclü olması üçün nə lazımdır? Hökmən həmin insanın öncədən özü üçün hazırlamış olduğu bir əqidə. Hansı ki, o əqidəni illər boyu, aylar boyu, gecələr boyu gizlində həmin insan inşa edib. Həmin insan heç kəsin görmədiyi yerdə həmin əqidəni inşa edib. Allah Subhanahu taala onu gördüyünü öz qəlbinə otuzdurub. Və ona görə də həmin o imtahan anı gələndə Allah Subhanahu taala nə deyir? Ləulə ər-rə'a burhana rabbih, Rəbbinin dəlillərini görməsəydi. Ki, bunun da bir açıqlaması odur ki, insan öncədən buna hazırlıqlıdır. Həmin anda şeytan onun ayaqlarını sürüşdürə bilmir.
Başqa bir ayədə də Quran-ı Kərimdə deməli şeytanın Rəbbinə söz verdiyi vaxtda orada deyir ki, onların hamısını azdıracağam. Orada bir istisna eləyir. İllə ibadəkə minhumul muxlasin. Bir rəvayətdə də deyilir ki, muxlisin. Muxlisin kimlərdir? İxlaslı olanlardır. Şeytan belə deyir ki, mən ixlaslı olan qullarını azdıra bilməyəcəm. İxlaslı olan qullar kimdir? Heç kəsin görmədiyi yerdə, heç kəsin xəbərinin olmadığı yerdə və heç kimin ağlına gəlməyəcəyi ibadətlərlə, əməllərlə sənin Allah Subhanahu taala yaxınlaşmağındır. Bəli, 61-ci hədis. Əbu Zər, Cündub ibn Cünadə və Əbu Abdurrahman Muaz ibn Cəbəl radiyallahu anh rivayət edir ki, Rasulullah sallallahu əleyhi və səlləm demişdir: Harada olursan ol, Allahdan qorx. Pisliyin ardınca yaxşılıq et ki, pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq həmin pisliyi silib aparsın. Və bir də insanlarla gözəl əxlaqla davran. Bu hədisi Tirmizi rivayət etmiş və demişdir: Bu həsən hədisdir. Və burada da yenə Allah Subhanahu wa Taala'nın nəzarətinə işarə nədir? Harda olursansa ol, Allahdan qorx. İstər insanların içərisində ol, istər tək ol, istər tənha ol. Bil ki, Allah Taala dedi ki: "Əlləzi yaraka hina taqum və taqallubaka fis-sacidin." O səni qiyamda duranda da görür, səcdə edənlərin arasında da görür. Və yaxud da başqa bir ayədə deyir ki: "Və kunna şuhudan aleykum iz tufidun fi." Orada ayənin əvvəlində Allah Subhanahu taala deyir ki, siz hansı işdə olursunuzsa olun, nə işdə, hansı işin içərisində dalmış olursunuzsa olun, mümkün deyil ki, biz orada sizi şahid kimi izləməyək. Yəni, sizin üzərinizdə şahid olmayaq. Və bu da nədir? Bizim Allah Subhanahu taala'dan hər yerdə qorxmağımız gərəkdiyini bizə bildirir. Yəni, Allah Subhanahu taala həmişə bizə nəzarət edir. 60-cı hədisdə rivayət edilir ki, İbn Abbas radiyallahu anh demişdir: Bir gün mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin arxa tərəfindəykən o mənə belə buyurdu: Oğul bala, gəl sənə bəzi kəlmələr öyrədim. Allahı qoru ki, o da səni qorusun. Allahı qoru ki, onu qarşında görəsən. İstədikdə yalnız Allahdan istə. Kömək dilədikdə ancaq Allahdan kömək dilə. Bil ki, bütün ümmət sənə xeyir vermək üçün toplansa belə, Allahın sənin lehinə yazdığı xeyirdən başqa bir şeylə sənə fayda verə bilməzlər. Ha belə onlar sənə zərər vurmaq üçün toplansalar belə, Allahın sənin əleyhinə yazdığından başqa bir şeylə sənə zərər yetirə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr də qurumuşdur. Bu hədisi Tirmizi rəvayət etmiş və hədisin həsən, səhih olduğunu söyləmişdir. 63-cü hədis. Rəvayət edilir ki, Ənəs radiyallahu anh demişdir: Siz tükdən daha nazik saydığınız elə əməllər edirsiniz ki, biz onu Rasulullah sallallahu aleyhi və səlləmin zamanında həlak edən günahlardan hesab edərdik. Hədisi Buxari rəvayət etmişdir. Mubiqat sözünün həlak edən günahlar olduğunu da bildirmişdir. Yəni, düşünün, bunu ən xeyirli nəsildən sonraki nəsilə səhabə bildirir. Hansı Peyğəmbər s.ə.v deyir ki, ən xeyirli nəsil mənim nəslim, ondan sonra gələn, düzdür. Düşünün, səhabə Ənəs radiyallahu anh. Tabiuna deyir ki, siz tükdən daha nazik saydığınız elə əməllər edirsiniz. Elə günahlar edirsiniz ki, səhabələr bunu, Peyğəmbər s.ə.v-in səhabələri və ya biz onu Rasulullah zamanında həlak edən günahlardan, yəni həlak edən günah bilirsiniz nəyi nəzərdə tuturlar? Böyük günahlar iki yerə bölünür. Böyük günahlar özləri, yəni günahlar, böyük və kiçik günahlar, böyük günahlar özü də iki yerə bölünür. Böyük günahlar və onlardan da ən üstünləri mubiqat deyilir, yəni həlak edici günahlar. Və Ənəs radiyallahu anh burada həmin insanlara deyir ki, sizin tükdən belə nazik hesab elədiyiniz günahı biz Allah Rasulü s.ə.v-in vaxtında həlak edən bir günah hesab edirdik. Yəni, böyük günahdan da böyük bir günah hesab edirdik. Yəni, böyük günahdan da böyük bir günah hesab edirdik. Və Allah qorusun, həqiqətən bu gün cəmiyyətimizə baxanda bizim zamanımız daha da şərli, daha da şiddətlidir ki, insanlar nəinki günahları yüngül hesab etmək, artıq günahları halal saymaq, fərzlərin fərziyyətini inkar etmək dərəcəsinə gəlib çatıblar. 64-cü hədis. Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Həqiqətən uca Allah qısqanır. Adam Allahın haram buyurduqlarını etdikdə Allah onu qısqanır. Bu hədisin səhih olmasına Buxari və Müslim ittifaq etmişdir. Hədisdə ərəbcə keçən qayra kəlməsinin əsli qürur sözündəndir. Bəli, buradan da nəticə çıxartmalı olduğumuz, tədəbbür etməli olduğumuz nədir? Bir insan yenə də Allah Subhanahu wa Taala'nın onu hər an gördüyünün fərqində olmalıdır. Təəssüf ki, insanı bəzən şeytan günah edərkən aldadır və Allah Subhanahu taala onu görmədiyi ilə aldadır. Yəni insanı qəflətə salır. İnsan bəzən Rəbbinin onu gördüyündən qafil olur.
günah edir, lakin xəbəri yoxdur ki, Allah Subhanahu taala onu görür. Həmin günahın içərisində Allah Subhanahu taala onu görür. Düzdür? Və bu da daha bir təhdiddir ki, nəinki Allah Taala görür. Allah Taala səni həmçinin qısqanır ki, ey qulum, mən sənə əmr etdiyim şeyi və ya qadağan etdiyim şeyi sən əmr etdiyimi tərk edirsən, qadağan etdiyimin də içərisinə alırsan. Və Allah Taala deyir, onu qısqanır. Subhanakallahumma bihamdik, əşhədu an la ilaha illa ente estəğfiruka və etûbü ileyk. Rəbbim işte faydalanlardan eləsin və Allah Subhanahu taala bu salih əməlimizlə təvəssül edərək Allahdan istəyirik ki, Rəbbimiz bütün dünyada olan müstəzaf müsəlmanlara yardım etsin, müsəlmanları və İslamı izzətləndirsin.